Ona görə insan xeyirlərə açar olmaq üçün çalışmalıdır. Belə xeyir məclislərində, elm məclislərində, xeyirli insanlarla vaxt keçirsin. Şər məclislərində, laqqıltı, qeybət məclislərində iştirak eləməsin. Çalışsın, uzaq dursun. Nə qədər iştirak edəcək, o qədər xeyrin qıfılı olacaq, şərin açarı olacaq. Çünki o şər məclislərindən özü də bəhrələnəcək, götürüb insanlara da o şərri yayacaq. Özü də istəmədən. Çünki o xasiyyətdir, insanı oturur. O insanlarda götürdüyün adi sayır. Elə insanlar var ki, otururlar pis məclislərdə, günahlar ona adiləşir. Artıq Allaha qarşı üsyankarlıqda şücaətli olurlar. Əslində insanlar şücaəti Allahın əmrlərinin yerinə yetirməklə olmalıdır. Yəni Allahın əmrlərini yerinə yetirəndə qorxmalı deyil, şücaətli olmalıdır. Namazda qılmalıyam, harda olur olsun. Oruclu tutmalıyam, harda olur olsun. Allahın zikrini eləməliyəm, şücaətli olmalısan. Sədəqənin də, elmi də, hər bir şeydə. Amma insanlar günahlarda şücaətlənirlər. Səni ola bilsin, sən hələ bir söz deyərsən, pis məclislərdən götürdüyün o sözü, sənin sözünlə başqaları şücaətlənib o kəlmədən istifadə eləyər. O pis kəlmələrdən istifadə eləyər. Ona da sən səbəb olarsan, şərrə açar olarsan. Bundan qorxun.